Hörmətli universitetin son ilinin məzunları və eləcə də magistraturaya hazırlaşan əvvəlki ilin məzunları qarşıdan magistr imtahanı gəlir. Məlum məsələdir ki, magistr imtahanı ölkəmizdə 2 dəfə keçirilir. Biri təxminən fevral, digəri isə aprel ayına təsadüf edir. Bəzən bilinməyən məqamlar olur. Xüsusən də bu videonu xarici dil üzrə oxumuş və yaxud da məzun olmuş şəxslər dinləsin və onlara göndərə bilərsiniz ki, bu məlumatla tanış olsunlar. Eləcə də bu kimi məlumatları dinləmək üçün kanalımıza abunə olun ki, daha faydalı məlumatlarla tanış ola bilərsiniz. Məsələn, şəxsin xarici dili ingilis dilidir, yəni ingilis dili müəllimidir, daha doğrusu ixtisası ingilis dili müəllimidir. Rahat olması üçün magistr imtahanında biz görürük ki, xarici dil ingilis dili seçir və ixtisas seçiminə gələndə o öz ixtisası ilə bağlı ixtisaslaşmalar seçə bilmir. Məsələn, ingilis dili ilə bağlı hər hansı bir sahədə mütəxəssis ola bilmir. O MBA, eləcə də sosial iş, gənclərlə iş, qabiliyyət imtahanından uğur qazanarsa 50 baldan yuxarı bal toplayacaq, jurnalistika kimi ixtisaslaşmaları seçə bilər, jurnalistikanın növləri, media və digər sahələri. Amma mənzərə odur ki, bu öz ixtisasını seçə bilmir. Əgər siz xarici dil üzrə oxumusunuzsa, məsələn, xarici dil müəllimisinizsə ingilis dili üzrə və siz imtahan verəcəyiniz dili xarici dil olaraq ingilis dili seçirsinizsə, öz ixtisasınız üzrə ixtisaslaşmalarda, ixtisas seçimində iştirak edə bilmirsiniz. Bunun üçün də əgər siz məsələn rus dili müəllimliyi ixtisasını bitirmişsə və rus dilinin hər hansı bir qolu istiqaməti üzrə ixtisaslaşmaq istəyirsinizsə, mütləq xarici dil olaraq rus dilini yox, digər dillərdən birini seçməlisiniz. Yox, əgər siz məsələn fransız dil müəllimisinizsə və fransız dili üzrə ixtisaslaşmaq istəmirsinizsə, xarici dil olaraq fransız dilini yaxşı bilirsinizsə, magistratura imtahan vermək üçün xarici dil olaraq fransız dilini seçə bilərsiniz və bu zaman siz MBA-nın növləri ki var, onlar üzrə sosial iş, gənclərlə iş və digər bu kimi ümumi ixtisaslaşmaları seçə bilərsiniz. Suallarınız varsa rəydə yazın və suallarınız cavablandırılacaq.